Kürdəmirdə 27 sentyabr Anam gününün 5-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Belə ki, Kürdəmir Peşə Liseyi publik hüquqi şəxsin rəhbərliyi və şəxsi heyəti Anam günü ilə əlaqədar geniş tərkibdə tədbir keçiriblər. Belə ki, liseyin rəhbərliyi və kollektivi əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edən vətən oğullarımızın məzarını Şəhidlər Xiyabanında ziyarət edib, ruhlarına dua ediblər. Çıxış edənlər böyük zəfərin qazanılmasında xalqı vahid ideya ətrafında birləşdirməyə nail olan Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyevin siyasi iradəsinin, Azərbaycan əsgərinin igidliyinin və Azərbaycan xalqının həmrəyliyinin əvəzsiz rol oynadığı vurğulanıb və şəhidlərin xatirəsinə ehtiram və minnətdarlıq ifadə ediblər, qazilərə şəfa arzu ediblər. Bundan sonra tədbir Kürdəmir Peşə Liseyi publik hüquqi şəxsin inzibati binasında davam edib. Tələbələrin ifasında müxtəlif şeir kompozisiyaları və səhnəciklər ifa olunub. Vətən müharibəsində 44 gün ərzində qazanılmış şanlı zəfərimizin qəhrəmanlıq səlnaməsi kimi təqdim edilən kompozisiyada igid oğullarımızın vətənin azadlığı və suverenliyi uğrunda göstərdikləri qəhrəmanlıq obrazlı şəkildə əksini tapıb. Şanlı qələbənin qəhrəmanlarının xatirəsini əbədi yaşatmaq, gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq məqsədi ilə təqdim edilən kompozisiya qəhrəman oğullarımıza minnətdarlıq və sonsuz hörmətin ifadəsidir. Sonda tələbələrin iştirakı ilə Qarabağ adlı möhtəşəm flash-mob təşkil olunub. Elvin Qudrətov, Aqil Əsədov, Rəvan Aqiloğlu bugün informasiya proqramı üçün.